5 dəqiqəlik çay molası veririk. Mən bütün pasientlərimizə çay deyil də yaşıl çay içməyi tövsiyə etdim. Ümumiyyətlə biz Azərbaycan xalqı olaraq çayxoruq, axı çalışırıq ki, çox çay içək və o çox çayın yanında çox da şirniyyat yeyək. Amma çayı bir qədər azaldaq, çünki çay qan azlığı yaradır. Çay dedikdə mən qara çayı nəzərdə tuturam təbii ki. Amma ondansa əsəbləri sakitləşdirən, daha bir gümrahlıq verən yaşıl çay içmək olar. Bizim yaşıl çayın içində yəni yaşıl çaydan əlavə nə var? Lavanda, çoban yastığı və qızılgül. İndi biz bundan içəcəyik, sizə də tövsiyə edirik, nuş olsun. Dadına da baxın, deyəcəm sizə. Yaxşı, yaxşı. Məsləhət görürəm.